İmam Zeynulabdin Aleyhisselam belə buyurur: Əlvida ey gəlişiyle sevindirən, gedişiyle hüzünləndirən, əlvida ey qəlbləri yumşaldan, günahları azaldan, əlvida ey cəhənnəmdən xilas olanların sayını artıran, əlvida ey gəlmədən intizara, getmədən isə qəmi çəkilən ay. Salam olsun sənə ey Allah'ın ən böyük ayı, salam olsun sənə övliyaların, haqq aşiqlərin bayramı, salam olsun sənə ömrümüzün ən gözəl saatları. Biz də öz halımızla əlimizi açırıq Rəbbimizə və bu ay haqqında vidalaşarkən deyirik ki, salamat qal ey bərəkətli gecələr, salamat qal ey bərəkətli sahurlar, salamat qal ey ruhumuzun gəzişdiyi mübarək gecələr. Allah'ım sen şahitsen ki biz bu ayı çok sevdik. Olabilir bu ayın layıkınca ibadetini, itayetini, güzelliğini duyabilmedik. Ama Allah'ım sen şahitsen ki biz bu ayı çok sevdik. Allah'ım sen bizi bu bir ay ərzində öz süfrənə dəvət etdin. Ve biz əminik ki sənin o süfrəndə sənə əziz olan bir qulun olub. Ona xatir bizləri də bağışla ya Rabbi. Allah'ım bu Ramazanı bizlərə sonuncu Ramazan eyləmə. Allah'ım bu mübarək günləri ömrümüzdən sonuncu eyləmə. Allah'ım bir ay ərzində edilən dualarımızı, itaətlərimizi qəbul eyle.